Bebek sizin adınız nə oldu? Adım Ulduzdur. Hə, Ulduz bibi keçək. Bu uşaqların anası rəhmətə gedir. Bəli, bəli. Allah rəhmət eləsin. Ölənləri zəhmət. Siz baxırsınız ha? Bəli, mən baxıram. 2 dənə uşaqdır. Analar rəhmətə gedəndən elə mən saxlayıram. Gücümüz satan. Üstünə sağlıq. Yoldaşım da xəstədir, gedib görəsiz. Nə bilim, belə daha orta bax. Adın nədir sənin qaqam? Rəsul. Rəsul, sənin adın nədir? Arif? Gəl. Gəl. Mahir dayı. Allah şəfa versin. Hə, bu dərmanları da siz alırsınız. Alırıq, hə, gücüm çatmır, nə çıxmır, Allah haqqı. İmkan eləyə bilmirəm ki, yəni alam, vəziyyətimiz budur. Arif. Rəsul, Arif, bir də Ulduz nənə. Nənələri baxır uşaqlara. Mən baxıram. Hə, bu da Mahir babaları. Ataları bəs? Ataları baxmır deyək də. Yəni, Ataları yoxdur. var, amma baxmır. Bax, qız nəvələr bizdir. Bəli, bəli, qızımdır. Hə. Rəhmətə gedir. Mahir kişiyə nə olub belə? Mahir qızı elə xəstəliyə düşəndən ağır xəstələndi. 4 dəfə infarkt vurub yağız üzdən. Vəziyyət çox gərgindir. Uşaqların anası nə olub? Uşaqların anası xərçəng idi ağız üzdən. 3 il yarım xəstə yatdı. Sonra rəhmətə getdi. Uşaqlara ilə mən baxıram. Belə bitər. Mamalı günlərdir balalar. Xoşbəxt günlərdir. Çox xoşbəxt idilər balalarım. Nə qədər kasıb olur olsun insan, anasız bir başqa. Rəsul, sənin ürəyin nə istəyir? Əmə alsın sənə. Can sağlığınız. Arif, sən nə istəyirsən? Həyatda ən çox istədiyiniz şey nə olardı? Mama. Ailə. Rəsul, sən nə istəyirdin? Mama, ailə, yaxşı bir dənə ailəm olsun istəyirəm. İnşallah öz ailən olar. İnşallah öz ailən olar. Ancaq onu istəyirəm. Ulduz bibi, Tamam. uşaqlara xərcləyərsən. Allah razı olsun. Çox sağ olun. Mahir kişiyə verək bunu. Allah ömrünüzü uzun Sağ eləsin. ol. Çox sağ olun. Təşəkkür edirəm. Sağ ol, bu 100 manatlı uşaqların. Allah sizdən razı olsun. Dönə-dönə. Maması ilə olan şəkillidir balamın. Mamasının elə xəstə vaxtı idi.